Kasıbçılıqdan nəşi yandırılan, atasına həsrət qalan əməkdar artistimizdən sizə danışacağım. Söhbət Koroğlunun Nigarı, Görüş filminin pambıqçı firəngizi olan Sona Asılnovadan gedir. Güzelim yar güzelim. Şahnəzər qızı Asılnova 1924-cü il oktyabrın 4-də Bakı şəhərinə ziyalı ailəsində anadan olub. Atası Şahnəzər kişi dövrün sayılıb seçilən imkanlı insanlarından biri olub. Sona xanım 200-dən çox mahnı ifa edib. 92-ci ildə Sona xanım oğlanlarının biri ABŞ-yə köçür. Övladlarına hədsiz bağlı olan müğənni oğlunun ardınca digər ailə üzvləri birlikdə Amerikanın Los Angeles şəhərinə köçür. Ömrünün sonlarına yaxın müğənni iflis keçirir və yataq xəstəsinə çevrilir. 9 mart 2011-ci il 87 yaşında dünyasını dəyişir. Ailəsinin onu Bakıya aparıb, orada dəfn etmək imkanı olmadığından Amerikada isə dəfn üçün yer almağa 15-20 min dollar lazım olur. Sona Asılnova ömrünün sonlarına yaxın vəsiyyət edir ki, onun meydini yandırıb, külünü sakit okeana səpsinlər. Amma Azərbaycanda hara müraciət etsələr də dəfn barədə müsbət cavab ala bilmirlər. Belə olan halda ailə üzvləri Sona xanımın vəsiyyətini əməl edərək onun meydini yandırıb, külünü isə sakit okeana səpirlər.